Salam əziz tarix sevərlərim. Bugün sizə qədim Çinin təbiəti və əhalisi haqqında məlumat verəcəyim. Çin Asiya qitəsinin şərqində yerləşir. Çinin qərbi təbii mədənlər olan dağ silsilələri, şərqi Sakit Okeana çıxışı olan dənizlərlə əhatə olunmuşdur ki, bunlar da müdafiə rolunu oynayırdı. Çin ərazisindəki Xuanxə, Sarı çay, Yansızı, Mavi çay keçdiyi ərazilərdə, vadilərdə torpaqlar məhsuldar olduğu üçün insanlar qədimdə burada sıx məskunlaşmışdılar və əkinçiliklə məşğul olmuşdular. Lakin yağışlar zamanı Xuanxə çayı daşdığı üçün Xuanxə çayını Gəzən çay, Azan çay, min bir fəlakət çayı, Çinin bəlası adlandırırdılar. Sonralar Çinlilər bəndlərlə Xuanxə çayını ram etdi. Eradan əvvəl 3-2 minillikdə Xuanxə çayı vadisində erkən sivilizasiyalar meydana gəldi. Erkən sivilizasiyalar əkinçiliyin, maldarlığın və mədəniyyətin mövcud olduğu dövrlərdə meydana gələn xüsusi insanların birgə yaşayış mədəniyyətidir. Çay vadilərində insanlar əkinçilik, çəltiklə, maldarlıqla və sənətkarlıqla məşğul olurdular. Çin sənətkarlarının toxuduğu ipək parçalar, zərif çini qablar bütün dünyada məşhurlaşmışdı. Sərvət əldə etmək və onu qorumaq üçün Çində ilk quldar dövlətlər meydana gəldi. Çində ilk dövləti isə Şan qəbilələri yaratmışdı. Bu proses eradan əvvəl 2-ci minillikdə baş vermişdir. Qəbirlərdən tapılan müxtəlif əşyalar eradan əvvəl 2-ci minillikdə Çində ictimai bərabərsizliyin və təbəqələşmənin yarandığını göstərir. Eradan əvvəl 6-5-ci əsrdə Çində dəmirin emalına başlanmışdır və bu da təsərrüfatın inkişafına, bu isə ibtidai icma quruluşunun yaranmasına, onun yerində isə yeni quldar dövlətlərin meydana gəlməsinə səbəb olmuşdur. Sin sülaləsinin hakimiyyəti eradan əvvəl 221-ci və eradan əvvəl 206-cı illəri əhatə edir. Eradan əvvəl 4-cü və 3-cü yüzillikdə Çində bir neçə quldar dövlətlər bir-biri ilə hakimiyyət uğrunda mübarizə aparmışdır. Bu dövrə Çində vuruşan paşalıqlar dövrü deyirlər. Bu müharibələr eradan əvvəl 221-ci ildə Çin sülaləsinin qələbəsi ilə başa çatır. Eradan əvvəl 221-ci ildə Sin dövlətinin padşahı bütün ölkəni vahid dövlətdə birləşdirərək özünü Sin Şixuandi, yəni Çinin birinci hökmdarı adlandırdı. İmperator latınca imperium sözündən olub tam hakimiyyətə malik olan biri kimi tərcümə olunur. Sin Şixuandi hakimiyyəti dövründə Çin ilk dəfə vahid dövlətdə birləşdi. Vahid ölçü, çəki və pul sistemi tətbiq olundu. Çin ərazisini 36 vilayətə böldü və hər birinə məmur təyin etdi. Çində mərkəzləşdirilmiş dövlət idarəetmə sistemi yaratdı. İmperatora onun fərmanlarına qarşı çıxanları amansız divan tutdu. Eradan əvvəl 214-cü ildə Böyük Çin səddini Hunlara qarşı inşa etdirmək üçün göstəriş verdi. Çindən şimalda yaşayan Hun tayfaları Sin sülaləsinin təxminən eyni dövrdə güclü dövlət quraraq Çin ərazilərinə ardıcıl hücumlar təşkil etmişdilər. Çin orduları çevik və güclü olan süvari Hun süvariləri qarşısında aciz qalmışlar. Hökmdar Sin Şixuandi vəziyyətdən çıxış yolunu eradan əvvəl 214-cü ildə Böyük Çin səddinin tikilməsinə gördü. Tikintisi sonralar da davam etmişdir və onun bu nəhəng divar səddinin qalıqları dövrümüzə də gəlib çatmışdır. Sin sülaləsinin süqutundan sonra hakimiyyətə Xan sülaləsi gəldi. Xan sülaləsinin hakimiyyəti dövründə Hunlarla mübarizə davam etdirildi. Çinlilər Hun döyüş taktikasını öyrənərək onlarla mübarizədə uğur qazanmağa başladılar. Asi Hun dövlətinin şərq hissəsi Çin əsarətinə düşdü. Xan sülaləsinin hökmdarların işğalçı müharibələri nəticəsində Vyetnamın bəzi vilayətləri və Koreya işğal olundu. Çinin sərhədləri genişləndi. Çinin dünya ticarət yollarının çıxışı təmin edildi. Kənd təsərrüfatını canlandırmaq üçün tədbirlər həyata keçirildi. Sin sülaləsi dövründə tərk edilmiş kəndlər yenidən məskunlaşdırılmağa başlandı. Boş torpaqlar əkilib becərilməyə başlanıldı. Bu isə məhsul istehsalının artmasına səbəb oldu. Xan hökmdarlarından bəzisi elm və mədəniyyətin inkişafına xüsusi qayğı göstərmişdilər.
Bu addımlar nəticəsində Çin əhalisi vahid xalqa çevrilmişdi. Çinlilər bu gün də özlərini xan adlandırırdılar. Eradan və 2-ci əsrdə böyük İpək yolu salındı. Qırmızı qaşlılar və sarısaqlar üsyanı quldarların hədsiz vergi qoymasından və işgəncələrindən meydana gəlmişdir. Böyük İpək yolu. Makedoniyalı İskəndərin işğalları qərb və şərq ölkələri arasında iqtisadi bağların yaranmasını sürətləndirdi. Asiyadan Avropaya uzanan ticarət yolları o dövrdə dövlətləri bir-birinə bağlayırdı. Xan sülaləsinin hökmdarlarının işğalları Eradan və 2-ci yüzillikdə Çinin dünya ticarət yollarına çıxışını təmin etdi. Beləliklə, Çindən Aralıq dənizi sahillərinə, oradan isə Avropaya, yəni İspaniyaya və Şimali Afrikaya uzanan və Böyük İpək yolu adlandıran karvan yolu fəaliyyətə başladı. Böyük İpək yolunun əsas istiqamətlərindən biri də Azərbaycandan keçirdi. Çinli sənətkarların hazırladığı müxtəlif məhsullar bu yolla dünya ölkələrinə satılırdı. Xüsusilə ipək parçalar dünyada yüksək qiymətləndirilirdi. Çinlilər ipək istehsalının sirrini gizli saxlayır və onun hökmdarları böyük gəlir gətirən bu yolun əhəmiyyətini anlayaraq daim nəzarətdə saxlamağa çalışır. Buna görə də tez-tez Hunlarla mübarizəyə başlayırdılar. Qədim Çində insanlar qul edilirdi. Müharibələr zamanı əsir alınarkən onların saçları qırxılır, üzlərini damğa vurulurdu. Vergiləri, icarə borclarını ödəyə bilməyən kəndlilər onların ailəsi ilə birlikdə qul edilirdi. Xan sülaləsini yıxan üsyanlar. Eramızın əvvəllərində qədim Çində üsyana səbəb olan hadisələr bunlardır. Kəndlilər və qulların amansız istismarı, bunun səbəbi vergilərin çoxluğu, torpağın ağır şərtlərlə icarə verilməsi idi ki, əyyam və sərkərdələr arasında çəkişmələr. Bu isə ölkədə sosial ziddiyyətləri kəskinləşdirirdi. Xan sülaləsinin zəifləməsi Çini xalq üsyanları bürüdü. Bu üsyanlardan biri də qırmızıqaşlılar və sarısaqlar üsyanı idi. Qırmızıqaşlılar üsyanı eramızın 1-ci yüzilliyin əvvəllərində baş vermişdir. Üsyançılar hökmdar döyüşçülərindən fərqlənmək üçün qaşlarını qırmızı rəngi boyayırdıqları üçün qırmızıqaşlılar adlandırırdılar. Sonunda amansızcasına yatırılmışdır. Sarısaqlar üsyanı eramızın 2-ci yüzilliyində 184-cü ildə baş vermişdir. Şinjan qardaşları başçılıq edirdi üsyana. Üsyançılar başlarına sarı-sarıq başladığı üçün onları sarı-sarıqlılar adlandırdı. 20 ildən artıq davam etsə də sonunda çətinliklə yatırılmışdır. Sarısaqlar üsyanı nəticəsində Xan sülaləsi zəiflədi və eramızın 3-cü əsrində əvvəllərində 204-cü ildə süquta uğradı və yerində quldarlığın əvəz edən feodalizm olmuşdur. Və bu ilə də vahid dövlət parçalanmağa başladı və yerində xırda-xırda dövlətlər yarandı. Yazı. Qədim Çinlilər eradan və 2-ci minillikdə özlərinə məxsus hieroqlif yazı yaratdılar. Vahid dövlətin yaranması ilə yazı daha da təkmilləşdirildi. Yazı vasitəsilə ilk insanlar bambuq lövhələrdən istifadə edirdilər. İmperator fərmanları isə ipək parçalar üzərində yazılır. Xan sülaləsinin dövründə Çinlilər kağız ixtira etdilər. Elm. Qədimdə fəsillərin dəyişməsi, təbiət hadisələri, səma cisimlərinin müşahidəsi nəticəsində dəqiq təqvim yaratmışdılar. Tacir və səyyahların səfərləri nəticəsində Çini əhatə edən ölkələr və ərazilər haqqında toplanan məlumatlar əsasında dağlar və dənizlər haqqında kitab yazılmışdır. Dənizçilər və səyyahlar kompas ixtira etmişdilər. Xan sülaləsinin dövründə Çin tarixindən bəhs edən əsərlər yazılmışdır. Bunlarda ən məşhuru eradan və 1-ci yüzillikdə yaşamış və Avropalı Çin tarixinin Herodotu adlandırdığı Simatsiyanın müəllifi olduğu tarixi qeydlər əsəridir. Qədim Çində təbabət də inkişaf etmişdi. Çinli təbiblər təbii bitkilərlə, xüsusilə ilk vaxtlar dərman kimi istifadə edilən çay ilə müalicəyə üstünlük verirdi. Həm də iynə terapiyasından istifadə edirdilər. Xüsusi nöqtələri iynə terapiyasından müalicə edərək istifadə edirdilər. Memarlıq evlər ağacdan, hökmdar sarayları isə varlı əyanlı evləri isə daşdan tikilirdi. İçərisi Çin məişətinə uyğun hazırlanırdı. Konfutsi təlimi. Çində müdriklik sənəti olan fəlsəfənin inkişafına səbəb olmuşdur. Çin filosofu, müdrikliyi sevən alim Konfutsi təlimi elmi biliklərin genişlənməsi. Konfutsi təliminə aid Konfutsi tərəfindən yaradılmış eradan əvvəl 6-5-ci yüzilliklərdə yayılmağa başlanmışdır.
Bilici adını qazanmaq üçün alimlər bu təlimlə imtahan verirdilər. Sin sülaləsinin dövründə rədd edilmiş və tərəfdarlarının divan tutulmuşdur. Sin Şixuandi Konfusiusun bütün insanların, o cümlədən hökmdarların ədalətli və əxlaqlı rəftar etməli olduğu fikirlərini qəbul etmirdi. Han sülaləsi rəsmi ideologiya səviyyəsinə qaldırılmışdı. Konfusçiliyi Han sülaləsi isə rəsmi ideologiya səviyyəsinə qaldırmışdı.